Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, Ramazan ayı bağışlanma, tövbə, dua, istiğfar, Allaha dönüm və qayıdış ayıdır. Əziz məsumlarımız buyurmuşlar ki, möminlər bu ayda dualarının sayını artırar. İbadət və itaətləri ilə get-getə Allaha yaxınlaşarlar. İnsanlar Allah təbarək və Teala'yı üst tutmaqla daxillərini saflaşdırıb ondan bağışlanmalarını istəyərlər. Məsum imamlarımız buyurublar ki, bu ayda günahlar bağışlanar. Belə buna görə də səhvi olan heç bir kəs Allahın rəhmət və bağışlanmağından naümid olmamalıdır. Bu ayın bərəkətlərindən istifadə etmək, Allaha sarı qayıtmaq, ona tərəf dönmək, öz günahlarını yumaq, olub keçənlərini islah etmək üçün böyük imkanlardandır. Şübhəsiz ki, bu ayda oruç tutan və Allah təbarək və Teala'dan bağışlanmasını istəyən şəxs bağışlanacaqdır inşallah. Və belə insanların xoşbəxtliyi, dünya və axirət səadəti təmin olunacaq inşallah. Bu ayın faydalarından biri də oruç tutan şəxsin daxilən dəyişməsi, onun ruhi inqilabı və əməli müvəffəqiyyətidir ki, bu da insanı təmiz edər və günahlarının nəticəsi olan ilahi əzabdan qurtulmasına kömək edir. Ramazan ayında oruç tutub ibadət etmək insanı zülmətdən xeyirxahlıq işığına, böyük Allahımızın mehribanlıq və mərhəmət nuruna doğru aparır. İmam Muhammed Baqir əleyhissalam Peyğəmbər Əkrəmdən belə hədisdə nəql edir ki, bu ay, yəni Ramazan ayı başlayanda Allah Teala şeytanları zəncirləyir, onlar qeybə çəkilirlər. Səmanın behişt qapıları açılır, cəhənnəmin qapıları isə bağlanır. İftar vaxtı edilən dua Allah dərgahında qəbul olur. Bu zaman Allah günahkarları cəhənnəm otundan azad edir. Hər gecə bir mələk uca səslə nida çəkir, mərhəmət istəyən varmı deyə soruşur. Sonra həmin mələk Allah Teala'ya belə buyurur: İlahi, bütün insanlar mərhəmət istəyir. Onların mükafatını sən özün verginə. İmam Sadiq əleyhissalam buyurur ki, and olsun canımız əlində olan o Allaha ki, bu mükafat dirhəm və dinardan ibarət deyil, yəni maddi mükafat deyil. Oruç tutan insan öz yatağında olsa da belə ibadət sayılır. Bir şərtlə ki, müsəlmanlıqdan uzaqlaşmasın. Allah'tan arzum budur ki, bütün oruç tutanların orucunu, namaz qılanların, ibadət edənlərin namaz və ibadətini bizlərdən və sizlərdən qəbul etsin inşallah. Amin.